Salyan rayonu Həzəmli kəndi ərazisində daxili yolların təmiri istiqamətində işlər həyata keçirilir. Sakinlərin rahat gedişi gəlişini təmin etmək məqsədi ilə görülən işlər Həsənli Bələdiyyəsinin sədri İlham Xankişiyevin təşəbbüsü və sakinlərin dəstəyi ilə aparılır. Hazırda daxili yollarda qreyder vasitəsilə hamarlanma işləri görülür və yolların daha dayanıqlı olması üçün şebel tökülür. Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanır. Diqqət çəkən məqamlardan biri isə bələdiyyə sədri İlham Xankişiyevin işlərin icrasında şəxsən iştirak etməsidir. Belə ki, texnikanı birbaşa özü idarə edən bələdiyyə sədri yol təmir prosesini yaxından nəzarət edir. İlham Xankişiyev bildirib ki, görülən işlər mərhələli şəkildə davam etdiriləcək. Ümumilikdə 10 kilometrdən artıq daxili yolların təmiri nəzərdə tutulur. Onun sözlərinə görə məqsəd sakinlərin rahat hərəkətini təmin etmək, yol infrastrukturunu daha yaxşılaşdırmaqdır. Allah kömək olsun bu yolu düzgün eləyənlər. Bu yol elə bir yoldur ki, həm xeyrimiz, həm şərimiz bu yoldandır. Çalışıb yaxşı sağlamaq lazımdır. Allah kömək olsun, traktorimizin bu yolu yaradır. Allah kömək olsun, Allah hər birinizdən razı olsun. Çox sağ olun, minnətdarım. Həsənli Bələdiyyəsi olaraq belə bir təşəkkür etdik ki, bu Həsənli Bələdiyyəsinin qarşısında olan bütün daxili yolları hamarlama işləri, müəyyən yerlərin çingillarla döşənsin, əlimizdən gələni əsirgəmirik. Ümumilikdə bizim nəzərimizdə 10-12 kilometr arası daxili yolları hamarlama, bir 3-4 kilometrdə 2 saatdən çingil döşənməsi nəzərdə tutulur. Bildiyiniz kimi kənd qəbirstanlığında da hamarlama işləri gedir. Kənd sakinləri də çox sağ olsunlar, dəstək edirlər, bizə köməklik edirlər. Əlimizdən gələni əsirgəməyəcək. Bələdiyyə sədrinin təşəbbüsü və sakinlərin dəstəyi ilə həyata keçirilən işlər ərazi sakinləri tərəfindən rəğbətlə qarşılanır. Sakinlər görülən işlərin böyük əhəmiyyət daşıdığını və yolların gündəlik həyatlarında xeyli asanlaşdıracağını bildirib. Səmil Şahlaroğlu, Rəvan Məmmədli bu gün informasiya proqramı üçün